Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla İnsafəlli hidayətən və dünəndən türk dilində mühəndisi cəhli icra edirəm. Mühəndisi cəhlin 190-cı şumarəsində, nömrəsində olacaq. Və bu gün də şansımıza hangi kitab çıxırsa, ona bir baxam görüm ki, şansımıza hangi kitab çıxır. Dünənləri o kiçik kitab ki, çox qüdrətli və çox ərzişli bir kitabdır. Onu oxuyandan sonra və o cələsənin başıma gələndən sonra, salam aleyküm, xoş gördük dostlar. O cələsəni görəndən sonra o şey ki, özümün başıma gəldi və özüm bilmiş, bəlkə dostlar o qədər diqqət eləməsələr, bir məqalə yazdım. Elə o videonun başlığı altında bir məqalə yazdım və orada cərəyanı açdım ki, nədir? Nəzərimə gəlir ki, ömrümün ən gözəl yazılarından birini yazdım. Uzun çəkdi, amma mənim özümə ki, gözəl idi. Yəni, düşüncə anlamında şayət taysız bir məqalədir. Mənim özümə belə gəlir. Şəxsi təcrübəmlə dayanaraq yazdım. Bunun üçün belə bir şey hiss edirəm. Gedək görək ki, bu günləri hangi kitab şansımıza gəlir ki, türk dünyasının uyğurluğuna girək ondan. Dünənləri 54 fərzi oxuduq ki, dedik bunlar hamısı vacibatı ki, İslamda sayılıbdır mollalar tərəfindən, olardı. İndi görək ki, Əlifba və Hərəkat adlı kitab ki, 28 səhifədədir və 14 pibi görün. Əvvəl bunun indi bu nə rəngdədir? Mən bu rəngi bilmirəm adın. Bu rəng abı da deyil, qırmızı da deyil, amma abı ilə qırmızının qatışığından bir rəngdir. Bir adım bilmirəm, təəssüfənə yadımdan çıxıbdır. O halda ki, ilm əhsalanlar dünyanın ən çox rəngini tanıyan insanlardılar. Bu kitab bundan da izafi qıssalmır ki, PDF-də mən sizə bunu görsədəm. Bəllidir ki, bu dərbar üçünmüş Osmanlıda və bunun üstündə o təzhibkarı ya hətta qızıl rənginə işləmək ehtimalən qızıl ola əslən. Türk dilinin ədəb əlifbası üçün ehtimalən yazılan kitabın gözəlliyinə baxın. Yekəldirəm ki, bunu qəşəng görək bərabər. Baxın, biraz işlənibdir, şirazəsi cırılıbdır, qıraqları cırılıbdır, amma gözəlliyinə baxın. Vəsətdə bu Osmanlı dövlətinin yazıldığı şeyə baxın. Əl-Osmaniyyə kəlməsini burada görürsünüz. İndi burada əlbəttə oxumaq olar bunları. Ər-Rəbbi, hala burada nədir? Ər-Rəbbaniyyə Məlikü Dövlət-i Osmaniyyə. Burada görsənir, burada oranın armı görsənir və qıraqda Osmanlı dövlətinin güclərinin əlaimləri görsənir. Çox güclü. Tərazuda altında kitablar var. Bu tərəfdə naməni ki, öncələrcə məktub yazardılar, birinci qoyurdular bir məhvəzənin içinə möhrümum edirdilər. O var, şəmşirlər var, şey vardı, topança var, əsa var və hər güc ki, orada varmış, ondan bir əlamət var və kitabın əşyasında da üstdəki kimi çox gözəl bir işdir, işlənibdir. Ehtimalən də bu, indi bəzi kəlmələri mən bilmirəm hər halda da, yəni mənim türkcəmi bağışlarsınız, indi bərcəsliyə qazılmış, fikirəm qazılmış gərək deyək. Çox gözəl bir işdir, əl yazması. İndi bundan izafi kiçiklənmir, bunu kiçiltdi ki, burada yer olsun. Süleymaniyyə kitabxanasında saxlayırlar. Yenə burada 2 səfənin əksini salıb boşdur. Sonra, mən çevirəcəyəm bunu. Tamam. Çevirdik, gəldi, 2 səfə bu, indi beləsi oldu. Burada yerləşdi səhifə.
əlyazma kitab əlyazmadır və çox da gözəldir. Niyə gözəldir? Çünki mən ehtimalı çoxdur ki, bu kitabı oxuya biləm. Bundan danışa biləm, alver eləyə biləm. Onun nəqqaşi, əlifba və kəlmə nəqqaşilərini mən anlayam, düşüncələrini anlayam. Onu anlamaq, ondan əlaqə qurmaq anlamındadır. Onun içində olan yazıları düşünəm. Əxlaq yazılmış olsa, din yazılmış olsa, onları da düşünün. Burada qutarır zahirən və keçir əlifba, surət-i tədil və islahi. Burada əlifbanı göstərir. Bu dərbar üçün yazılıbdır. Yəni əslində bu kitab dərbar üçün yazılıbdır. Sonra buradan başlayır və əlifbanın son vəziyyətin, son durumun nə cür dəyişilibdir, onları yazır və bunları zəmmə məsələn, burada zəmmiyyəsi, yəni səs. Səslərə gəlir və səsləri açıqlır, fəthə səsləri açıqlır, ə sözü, ə səsinin, ə onu başlayır və kəsrə, burada kəsrəni başlayır. Hərəsinə də misallar vurur. Yəni bunlara baxacağıq inşallah. Görək ki, Osmanlı dediklərində ki, türk deyildi, orada əlifbaya görə nə deyir? İndi mən bunu qeydim. Yəni burada qutardı kitab. Mütəəssifanə belə görünür ki, bunun tarixi burada yoxdur. İndi oxuyanda əcəba tarix vurublar yox, ona bir baxarıq. Mən indi bu kitabı yekəldim ki, dostlar, bunu qəşəng görək və eləyə bilək oxuyaq. Çox yekətdim, amma bir zərrə bunu çıqqıllatsaq yaxşı olar. Bismillahirrahmanirrahim yazmayıbdır. Bu kitabda Bismillah yazılmayıbdır. Calibdir. Bu da mənə calibdir ki, Osmanlıda birinci dəfə bir kitab görürəm ki, Bismillahla başlamır. Müqəddimə. Əfkar-ı hikmət və tar-ı Humayunləri. İndi burada tar yazıbdır, yoxsa sardır bu. Əfkar-ı hikmət və tar-ı Humayunləri daimən məmalik-i məhrusi şahanşahilərində istikmal səadət və tərəqqiyatına halət göstər əxtərfər həzrətlərinə təht-i himayə və sayə mulukanələrində siyasi və mədəni ulum və fünun lazımə kəsb və təhririnə ehtimalən ihraz nailiglə sair bil cümlə اولاد və bənan ehtimalən. Hala burada bir kəlmə yazıb ki, bunu oxumaq biraz zor olacaqdır. Görək ki, mudavtən ehtimalən mudavtən olar. Bu da dünya اولاد və bənan mudavtən misalı mütəvtən mən bunu müdəvtən به معنی vətənçi mütəvtən mudvətən ya mudavtən bəli mudavtən mislü الطاف و عنایات مالانهایه جناب جهانبانلرine müstəğriq müstəqlərinə müstəğraq oldum, bəbəxşid. Cənab-ı cahanbanilərinə müstəğraq oldum. Ruz و şəb avay məhamid və təşəkkür eylə.
nə dərəcələrdə iştiğal edilə, yenə bərzəndə sənə bilə ifasında bir nəbzəsinə belə ifasında aciz və bitab qalınacaq umuri bədihiyyə və ilahiyyə bu babə ki cəri cəhd və iqdam xiyakarانه bər müqtezai ubudiyyət xilal gəlməz ötədən bəri yəni keçmişdən bugünə qədər, yəni bəri indiyə qədər da, bəli, ötədən bəri təhaqqüq əbəd edibdir, ehtimalen edibdir lüzumə burada bunu oxuya bilmirəm mütəəssifanə, bir dənə kəlmədir. Lüzumə fi kəşfi və ixtirai 12 səfər. Tarixi ki burada yazıbdır, bu tarixi ehtimalən tarix kitabdır. 12 səfəri 1287. Mən belə görürəm. 12 səfər 1287 bağışlarsınız. 87 tarixi nizamnamə ilə با bəyannamə ya bəyannamə tələb və elam olunan da parantez içində yazıbdır hərəkələr. Yəni o zamanda bir nizamnamə təsvib olubdur. 1200 mən 1200 oxuyuram. Əlbəttə burada onu nə cür 1200 oxuyuram, orası özü mühümdür. Çünki burada yazıb səfəri sənənin başını gətirib əşayə bir kimi olubdur. Sonra 287 yazılıbdır. Mən ona görə deyirəm ki, bu 1287-dir. 1287 yazanda dostlar görək nə çıxır? 1447 ondan çıxaq 1287 kitab 160 il öncə yazılıbdır. Mən hətta öz zehnimdə deyirdim bəlkə Sultan Əbdülhəmid dövründə yazılıb, amma yox, öncəlik yazılıbdır. Bəli, o zaman bir dənə dəsturul əməl ilə kəşf və ixtirai 12 səfər filanda tarix nizamnamə ilə ya bəyan hərəkat ixtirainə və bu vasitə ilə üdəba və ərbab təhrir və təhsilə və xüsusilə əsami zəbt və qəzet görülan qəzet deyil burada. Zəbt və qəzet görülan ehtimalən görülan müşkilatdən və suubatdən dolayı həman dolayı hər dürlü vəsait və hətta hərəkələr vəzinə müraciət və hala incə burada bir yazı yazıbdır. Müraciət dilzığı haldə vəlzifi və ləzifi haldə quyud atan yenə içində çıxılmaz. Quyudatan yenə
içindən çıxılmaz bir halidə bu bulunmasından bad şəkva edən bazı dəvaircə məşhud حالا gedək bu səfərdə görək nə və müsəlləm olub. Qismən tərəqqiyat zamanəyə mane intişar və istifazə bulunən imla nəqaizünün təhiyyə əsbab izaləsilə əsbab izaləsilə ədiyyə xeyriyə ali Osmanilərinə تزیید و تنریری املایسنه تکریر احتمالاً باشد تقریر همان تکریر تزیید و تکریری امنیسنه mücərrəd xətt çox özəl xəttdir və bunu oxumaq tanışmaq bir zaman alar ki, adam bu xətti kamil qeydib oxuda bilər. Həm mətni oxuya bilər, həm əlifba çox bir özəl, yəni əl barmağının bu üstündəki olan cızıqlar kimi ki, hər adamın özünün əlinin bu rəddi dünyada taysızdır, əl yazısı da taysızdır və bu adam ki, bu kitabı yazıbdır, bunun da əl yazısı taysızdır. Mücərrəd və bunu mücərrəd əmniyyəsinə nə mi oxuduq? Mücərrəd o himayi aləmi bəhai zillə aləmi bəhai ya da bəli ayəmi bəliyi zilli ilahilərizi ki məktəbat-i əhqəranəyə istitarən cəsarət bab eylədim. Cəsarət yab oldum. Ehtimalən beləsi yerə oxunaq. İstinadən məktəbat-i müktəsəbat-i əhqəranəyə istinadən cəsarət cəsarət yab oldum. Bu babə ya bu babın mədəniyyət-i cəliliyyə İslamiyyəcə bu neçə əsrlərdən bəri yığışıb səhdəriz iqamə olmadan bulunan indi burada şöhrətgir ehtimalən olacaqdır. Yetişib şöhrətgir iqamə olmaq bulunan bir çox ərbab-ı zəka və məharət tərəflərində izah olunan izah ra əlbəttə ehtimalən izah bu cür yazılmaya. Yəni ki mən izah əbzan H axər zat zeynəndir. Bu R zeynəndir əgər olsa. Ona görə bunu qalmışam ki, bu əbzardır. İnzal ehtimalən. Ehtimalən o da deyil. Çünki bir də nöqtə altında var. Oluna himmat və iqdamat. Ehtimalən da təsmimat və iqdamat mütəvaliyədir. Mütəvaliyədən dolayı elmi İslamiyyətün nəfais asari arasında həman.
arasında hakiki arasa ve arası. Arasa ve arası. İhtimal eynən yoxa, eynən yazılmır. Burada danışdığımız arəsə və arası ehtimalən bir kəlmədəndir. Arasında həqiqətə birər nümunə giran qiymət olmaq xəl'əti faxirəsi iktisab edən xütuti mütənəvvi Osmaniyyədən عناصر حروفیه‌سی عناصر حرفیه‌سی خارجinde تحریر حروفات qiyamla bunların təğyir intizam və əşkalini və bu təriqi ilə ümumi qariyə yəni onlar ki kitab oxurlar, oxuyanlar qariyə və mühərrir üçün qələbəsi qeyri mümkün müşkilat və səubat ifaini ya iqaini rai surufat təzyid surufat yəni sərflər ki olur da dai surufat təzyid və ixtirai gibi ehtimalən hurufat həm oxumaq da olar. Yəni hurufat demək olar onu. Dai hurufat hərflər təzdid və ixtirai kimi təsəvvürat ilə iştiğal imali fikr edilmək olmaqla bərabər imalə Təbrizdə də çox caizdir. Deyirlər imalə etmə. Yəni imali fikr, yəni fikr işə salmaq, edilmək olmaqla bərabər zikr olunan bəyannamədə ehtimalən tərzi ifadəsindən müstəbad olduğu üzərə. Mən bunları beləsi oxuram. İndi bəzi kəlmələr vaqəən çox çətindir oxuması. Onun üçün dostlar bunu gərək ehtimalən müstəbad olduğu üzərə və bekr bir haqqım, bir taqım, bir quruh. Bu günlərdə futbola ya o timlər, hər şey ki bir neçə nəfərdən ya bir neçə şeydən bir-birinin yanında düzələ bir dəstə olalar, o dəstəyə taqım deyilir. Bir dəstə ya bir taqım. O indi bir taqım, daqım bu cürsə ola bilər. Digər ehtimalən digər bir taqım əlamət və işarat icadi bulunə kimə kəmiləməkdir. Kəmiləməşdir. Çünki bu surəti ixtiyarıda kifayətinə lakin kifayətisinə ya kifayətinə ehtimalən ləkəndən dolayı kifayətliyindən dolayı tamam kifayətliyindən dolayı bir tərəf edilməsi, bərtərəf edilməsi gedək səhifə 3-cü səhifəyə edilməsi mətlub olan bir məhzuri tərz və şəkli axəri olaraq idamə və ibqa verən olacağından şayət bəzi fəvaid fər'iyyəsi bulunsa belə
o gibi şeylerin hariyyetiyle ihtimalen başı fiilen tatbikatı kabil olacağından yalnız o yoldaki ihtirat ashabın daire ta'lifat ibtidaiyelerini tecavüz edeceğinden menafi mahfuzesi nazariyat kalır. Husul muvaffakiyeti ile bittab öyle alamat ve işaret zaide icat ve ittihaza göre suyub belçe. İndi burada suyub haddi zatinde mevcud bulunan haqaiqi maverای پرده خفا و استطارده میدان بداهت و علانیت احتمالا باشه علانیت وضع و اخراج مساعد cəhətlərdə aradım. Çox ədəbi yazılıb bu kitab. Tozih verir bunları. Usulü, yəni belə nəzərə gəlir buradan oxuduğumuz ki, əlifba o zamanacan bir əlifbalar Osmanlı dövlətinin bayrağı alan altında yazılırmış, əlifba ilə faydalanırmışlar, yazırmışlar ki, çox da münasib deyilmiş Türk dilinə. O zaman gəliblər, bunu değişdiriblər və taza bir ixtiraat eləyiblər əlifbanın üstündə, şəkillərinin üzündə onları qoyublar göz qabağına ki, tamam hər yerdə yazanlar, çapxanalar filan onu istifadə eləsinlər. Xətt çox gözəldir. Demirəm oxumaq olmur, oxumaq olur. Biraz bu xəttə adət eləmək lazımdır. Çox özəl bir qələmdir. Və buradan bəzi kəlmələri oxumağında çox müşkül olmuşam və hətta atlamışam. Yəni görmüşəm ki, oxuya bilmədim. Daha ikinci, üçüncü dəfə israr eləməmişəm ki, həttəmən oxuyayım. Onun üçün biraz bunu oxumaq iki dana müşkülü vardı buradan və ikinci bu ki, xətti. Düzdür ki, gözəldir, qələm ilə yazılıb, əl yazmadır. Amma huruflar kiçik yazılıb. Kiçik yazıldığı üçün təşxis vermək olmur ki, məsələn, bu nədir? Əhval-i məruzəyə və tərz dilnişin huruf və xutut mövcudəmir cəhani mədəniyyətin اوج اعلای ترقیاتına. İndi burada bir kəlmə yazıbdır ki, hər an ərz əndam ehtimalən olacaqdır. Həradur ehtimalən ya hərad. Burada bir kəlmə yazıb ki, oxuya bilmirəm. Daha nədir? Ərzi əndam qabiliyyət edər. Ya edən bil cümlə ovsaf və xəsail. Burada da həsail yazılıbdır. Xəsail-i cəlili Osmaniyyəmiz kimi hər növ işkal-i nəqaisi iştimali izaləyə mühəyya bir səhra-i fəsihil ənha bölündüğünə bənaən ol babda icab eder təhririyyat və tədqiqat olunə ehtimalən icra və
xəttatin tərəflərindən də qəbul və hüsni xətti qəvaidi edadinə vəz olunmaq oladır. Olan ya olunmak ehtimal olunmuş da olabilir. Olunmuş olan bazı eşkal ve suretince قواعد imlaya dairesine idxal ve bazı tədilat muqtəziyə dəxi ifa edilərən yazılmışmış. Görürsünüz ki, indi onu deyir ki, dəyişdirir. Yəni, bu cür deyir ki, yox ki, hər kəsən öz başına, məsələn, götürər, kələmatı yazır. Yox, deyir ki, bir usul-i kitabət var imiş. Yəni, yazı usulu var imiş ki, o tədris olurmuş. Müstəməl olan usul-i kitabətlə intizam əşkal-i xututə əlifba əşkalın nə cür çəkilir? Qiyafəsini nə cür çəkilir? Xututə bir gün nəqisə və xiləl iratinə indi burada gəl bunu həll elə. Və ya məhazir sairə tolidinə bir ağlamqəziyə indi bu nə olacaqdır? Ötədən bəri məhəlli bıraqlamaqəziyə bıraqlamaqziyə nə olur? Bilmirəm ki, nədir? Bıraqlamaqziyə ötədən bəri çarə andfəi təhri eylədilər. İmla nəqayisi xüsusi bərtərəf edilmişdir. Aləmdə etiyad və etilaf xaricində kimsə kəsb və təhsilə məcburiyyət əlverən əhvalidən haman qismi əzəmünün dilünə ehtimalən gərək bunu dilünə oxunaq əzəmi mənafi və məhasini umumiyyəsi ənzar ərbab diqqətdə ləməə lüm'eyi yasin olur. Ləm'eyi yasin olur. Yasin, gərək biləsi oxuna, ayrı bir şey oxunmur. Bəzən bil iztirar təqdir və təhsin ilə iktifa edilərən ilərisinə və tərvic və təmşiq aləmdə etiyad və etilaf xaricində kəman qism əzəmünün və vəlo ki əzəmi mənafi məhur bəzən bil istirar təqdir və təhsin ilə iktifa edilərən eylürsən
elürsən və tərvic və təməşki cürətinə girəli. Olmadı, burasını oxuya bilmədik. Gedək buradan görək buranı oxuya bilirik yoxsa qalsın bir ayrı proqrama. İnzibat surəti tədil və islahi. Əlbəttə burada inzibat oxudum, amma burada ayrı bir şey oxular. İnzibarə surəti tədil və islahi. Əvvəli əmrdə hurufat mövcudə ibarə görək bu nə yazıbdır? Əvvəli əmrdə hurufat mövcudə ibarə arasında qəraət edilər. İbarə ehtimalən şayad parantez kimi bir şeydir, bilmirəm. İbarə arasında qəraət edilərkən məddədən kəndi sədaləri mühafizə edəməməsinə görə iki qismə təfriq və birincinə və bir neçəsinə nəfsi kəlmədən və ikincisinə birincisinə pəs olacaqdır və birincisinə nəfsi kəlmədən və ikincisinə hurufi imla və imladən olan hurufatı təsmiyə edilmişdir. Nəfsi kəlmədən olub daimən kəndi sədələrini vəqayə edən hurufat. Alif, həmzə, B. Hələ bu ehtimalən P-dir, T, 3 nöqtəli S, Cim, Ç, H, X, Dal, Z, R, Z, J, Sin. Əgər diqqət eləsəz dostlar, bu əlifba rədif və model ki yazılıbdır, İranda işlənir indi. Yəni o zamandan ehtimalən alır. Əlif, həmzə, B, P, T, S nöqtə, 3 nöqtəli, Cim, Çim, H, X, Dal, Z, R, Z. Əlbəttə burada 2 dana RZ var. Niyə 2 dana RZ'dir onu bilmirəm. Ondan sonra J. Sin, şin, sad, zad. Aha, ələn dostlar diqqət edək burada. Ələn ki bu əlifbanı burada oxuram. İndi nəzərimə gəlir ki qeydib onları oxumaq olar. Çünki məsələn burada şini yazmağı göstərir ki, nə cür yazır kitabda. Şin, ş, sad, onu da göstərir. Zad, o ki, məsələn, biz nə yazırıq? İndi istəyirəm ona bir şey tapam ki, mesela sabun yazılır, amma nöqtəsi var üstündə. Mesela onu yazması dəstəli T, dəstəli Z, Eyn, Qeyn, F. İndi burada qafı görün nə cür yazılır. Yəni əslən qafa baxanda F-yə bənzəmir. Çox bir fərqli imla. İndi bunları örgəşəndən sonra adam qeyd edib o şeyi yaxşı oxuya bilər, yaxşı düşünə bilər. Mətni. Çünki indi əlifba bu xətləri yazmaqda F, qaf, nun, kaf. İndi bu nədir bu? Ehtimalən bu da nun-iğunnədir. Lam, mim,
Bu nədir? O nundur, bu kafdır. Ehtimalən bu caf olacaq. Ehtimalən caf olacaqdır. Ya nun gunnədir. Lam, mim və bu nədir? Bu da nundur. Vav, he, ye. O nə mənədir onda? Yəni, burada çox əcibə kaş indi bunun çapisini adam görə bilər ki, bunu nə yazırmışlar. Çünki fe, qaf, nun, ehtimalən bu nun deyil. Fe, qaf, K, G. Məsələn, burada 3 dənə yazılıb ki, bir-birinə bənzir və o kaf-caf olacaqlar, amma hansısıdır bilmirəm. Onun üçün bunları, bu əl yazmanın şəklin tanışandan sonra o mətni yaxşı oxumaq olar. Çünki bu əlifbanı ki, yazan öz əl xətti ilə buna şəkli veribdir, bununla da gedib bu mətni yazıbdır. İndi biz bunu tanış olmaqla bunun əl yazmalarını oxuya bilərik. Çox ciddi bir kitabdır, amma mənim də indi qonağım gəldi, getməliyəm. Burada qalsın. Bu kitabı bəlkə bir ayrı gün oxuyarıq. Çox əla bir şeydir, amma qalsın.